Salam, hörmətli müəllimlər. Bu gün Artinin sertifikasiya dəstək məqsədi ilə paylaşdığı suallardan biri haqqında bizə çoxsaylı mesaj gəlir ki, müəllim zəhmət olmasa bu sualı bizə izah edin. Biz də elə bu səbəbdən istəyirik ki, izahı çəkək paylaşaq ki, insanlara tamam aydın olsun. Ata çayın mənsəbində havanın temperaturu 30 dərəcə, mənsəbi deyir. Ata çayın mənsəbi Xəzər dənizidir, -27 metr. Çayın dərəsində yerləşən A məntəqəsində isə temperatur 21 dərəcədir. A məntəqəsinin yerləşdiyi hündürlük üçün doğru olmayan fikirləri seçin. Öncə bunlar arasındakı temperatur fərqini tapmalıyıq. 30-dan çıxarıq 21-i, bu eləyər 9 dərəcə. Bilirik ki, temperatur hər 1000 metrdə 6 dərəcə dəyişir. Bəs 9 dərəcə dəyişməsi üçün neçə metr hündürlük lazımdır? X bərabərdir 1500. Deməli, mənsəblə mənbə arasında 1500 metr fərq var. Mənsəbin hündürlüyü əgər -27 metrdirsə, o zaman dağımızın da hündürlüyü ondan 1500 metr çoxdur. A məntəqəsinin hündürlüyünü isə tapanda -27-nin üzərinə 1500 gələcəyik. Bu da edəcək 1473 metr. Və A məntəqəsi ilə bağlı doğru olmayan fikirləri seçin. A məntəqəsinin mütləq hündürlüyü 1473 metrdir. Dağ meşə landşaftı formalaşmışdır. Bu hündürlükdə Atabçayın belə deyək də dərəsində müşahidə etmək olar. Dağ meşə landşaftı. Mülayim isti iqlim yayılmışdır fikri yanlış ifadədir. Elə sualımızın müəllifi Şərafət xanımın da müəllifi olduğu 10-cu sinif dərslikdə qeyd edilir ki, mülayim isti iqlim 1400 metrə qədər olan ərazini əhatə etmişdir. Bu da haqlı olaraq müəllimlərimizdə çaşqınlıq yaradıb ki, dərslik axı 1400 metrə qədər yazır. 1400 metrdən yuxarı yazmır, 1400 metrə qədər. Ona görə bu ifadə yanlışdır. Alp çəmənlikləri geniş sahə tutur fikri də yanlışdır. Bitki, kəngiz, yovşan, dəvətkan, bura efemer bitkilərdir, quraq ərazidir. Bu da yanlışdır. Qış otlaqları kimi istifadə edilir ifadəsi də yanlışdır. Rütubətlənmə misalı vahidə yaxındır, ola bilər. Bu doğrudur. Doğru olmayanı soruşur. 2, 3, 4, 5. Yəni burada A variantı da olar, D variantı da olar. Hər ikisi doğrudur. Təbii ki, bu sınaq məqsədi ilə hazırlanmış sualdır. Əziyyət var, əziyyətə görə təşəkkür edirik. Amma yəni Cəlil müəllim bir video paylaşanda, Əli müəllim bir video paylaşanda öz adına texniki səhv ola bilər. Ondan ötürü heç kim onu qınaya bilməz. Çünki deyər ki, mən paylaşıram, baxırsınız, baxın, baxmırsınız, özünüz bilərsiniz. Yəni kimsə məcbur etmir. Amma bu təhsil institutunun adı ilə bağlıdır deyə mən düşünürəm ki, burada daha diqqətli olmaq, daha ehtiyatlı olmaq lazımdır və haqlı olaraq bu qədər müəllimin narahatlığına səbəb olur belə suallar. Çünki istər-istəməz müəllimlərdə narahatlıq yaranır ki, mən imtahanda da bu cür iki başlı suallar görsəm, texniki problemli suallar görsəm, bu mənim üçün problem olacaq. Yenə deyirəm, onları da anlayışla qarşılamaq lazımdır. Zehin işidir, istər-istəməz fikirləşəndə bəzən elə məqamlar olur ki, ona diqqət yetirmirik. Amma belə problemlər olmasa daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.